Niyə qəzalar azalmır? Bax, kameralar da var, yol polisi də Yəni var. azalmır da, yəni. İctimai qınaq da var. Bəzən məsələn videoları çəkib verirlər ki, bu maşın. Amma yenə də qəzaların sayı biz istədiyimiz qədər azalmır. Bilirsiniz niyə, Rövşənə xanım? İnsanlar düşünmədən avtomobil idarə edirlər və düşünmədən yol keçirlər. Maşın sürmək nədir? Maşın sürmək hər an qərar qəbul etməkdir. Qərarı necə qəbul edirsən? Düşünərək. Bəzi insanlar necə gəldi avtomobili idarə edirlər. Özdə bu adi qərar olmamalıdır. Yeganə düzgün qərar olmalıdır. Sürücünün hər bir səhvi qəzaya səbəb ola bilər. Keçək piyadalara. Piyadalar düşünərək yolu keçirlər. İnanmıram. Deməli, yolu keçir, maşın tərəfə baxmalıdır. Tamam başqa tərəfə, o biri tərəfə baxır. Hamı da telefonda. Bəli, yolun ortasına çatan. İndi də sağa baxmalıdır. Maşın gəlir də o tərəfdən. İndi də sola baxır. Qulaqda da Yolu diaqonal üzrə keçirlər. Ondan başqa söhbət eləyərək keçirlər. İki rəfiqə bir-birindən zarafatlaşa keçirlər. Göyə baxa-baxa keçirlər. Bircə qaydalarla sürmürlər. Elə bundan başlayaq ki, birinci növbədə insan faktorudur. İnsan nə zaman sükan arxasında və yolu keçəndə düşünməyə başlayacaq və rasional düşünəcək, onda qəzalar azalacaq. Demək ki, bu